Salam hörmətli PowerPoint həvəskarları. Bugün sizə söz verdiyim kimi filtr və SumX daxlarla birlikdə real bir case üzərində izah edəcəm. Bu datalar təbii PowerPoint sample datasından götürülən. Doğru yüklədiyinizə görə yükləyib yükləmədiyinizi öyrənməkdən ötürü bir dənə table vizualını istifadə edirsiniz. Sonra country və profitə quş qoyursunuz. Hər ikisini ayrı-ayrılıqda. Əgər sizdə belə bir format gəlirsə, demək ki, siz bu ana qədər doğru yoldasınız, yəni doğru etmişsiniz. Paralel etmişik daha doğrusu. Mən burada Fransanın ümumi satışdan faiz nisbətini göstərəcəm, amma yadınızdadırsa filtr daxını biz yeni cədvəl yaratmışıq, hansı ki burada Fransa ayrılıqda göstərmişdir. Hər bir dəfə belə cədvəl yaratmaq sizin data modelinizə yükləyəsidir və lazım informasiyası. Biz bunu necə deyək edə bilərik? Əlavə cədvəl yaratmadan, table yaratmadan, data yüklənmədən, ancaq measure əsasında. New measure gəlirik. İlk öncə Fransanın faiz nisbəti ilə göstərək, görək düzgün etmişik və yaxud yox. Burada visualizationsda avtomatik belə açılır. Əgər sizdə bu yoxdursa, yəqin ki bu formadadır, onda belə basarsanız düzəlir. Show value as məbləği bu formada göstərir. Biz deyirik grand totalın faiz nisbəti. Baxın, bunlar hamısı 100% verir. Yəni Meksika 17,21%. Bəli, ancaq bu şeylə əsaslanırıq, yəni profitdə ölçülər üzrə neçə faiz olduğunu göstərmək şərti ilə. Vaxt ilə davam edək. İndi new measure yaradırıq. Only France, SumX, table'ımız filter, financials table'ı, sonra deyirik ki, bizə qardaş xəyali cədvəldə ancaq Fransa olanları yarad, sonra SumX və profit, profit. Gəlin belə basaq, görək nə verir bizə. Bizə verəsidik, təbii ki də. %3.78. Baxın, bu yuvarlaşdı, veribdir, zərəri yoxdur. Davam edək biz. Faizlə bölməkdən ötürü sadəcə SumX, financial, sonra isə profit. Bəli, profit sütundakı bütün məbləğləri sətir bə sətir o nə eləyəcək? Bəli, düz bildiniz. Cəmini tapasınız. Yəni bu cəm göstərmiş deyə digər şeylər etsək, təbii ki, digər şeylər olacaq. Burada data format as percentage. Bəli, 22,38. Burada isə şöyle percentage. Bəli, düzgün etmişik, hər bir şey doğru etmişik. Təzə başın yoldaşı əsasən də heç nə yox. Bu mörtəzəni açılıb bağlamağına fikir verin. Mən təzə başlayanda İnanın heç şeydə yox. Burada çoxlu vaxt itirmişəm. Yəni baxırsan primitiv bir şeydir. Yəni bunu qoymayanda çox böyük problemlər olur. Bugünkü dərsimiz bu qədər. Kanalı bəyənib likelamayı unutmayın. Həm ki yoldaşlarınızla paylaşın ki elmi artırsın. Filtr ilə bağlı bu dərsdə heç bir şey demədim. Yəni ətraflı demədim, sadəcə üzrə getdim. Filtr bağlı, filtr funksiyası daxı ilə bağlı deyək. Ətraflı məlumat istəsəniz, əvvəlki dərslərimizə baxa bilərsiniz. Hər birinizə uğurlar. Hər hansısa bir sual, təşrif, bir
bir sözünüz olarsa, problem yaranarsa, Excel, Power BI vesaire və ilaxır. Bunu komentarlarda qeyd edə bilərsiniz. Hər biriniz uğurlar yoldaşlar.